Səhnəyə gəlişi ilə gülümsədən, obrazları ilə yadda qalan, komediyanın sevilən siması xalq artisti Fatma Mahmudova. Az Qüdrətin qızının adamuşqalarındandır da. O təkcə aktrisalığı ilə yox, pozitiv enerjisi, səmimiyyəti və təbii oyun tərzi ilə tamaşaçıların qəlbində özünə yer edib. Yazığı bir il əvvəl paraliz vurmuşdu. O vaxtdan gücbəli ilə gəzildir qala qızı. Fatma xanım çəkildiyi saysız hesabsız filmlərlə tamaşaçının könlündə yer alıb. O əsasən komediya janrında oynasa da, hər roluna duyğu, həyat, reallıq qatıb. Onun oynadığı obrazlar arasında qadınlar, qayğıkeş analar, amma ürəyi yumşaq nənələr yer alıb. O hər dəfə ekranda görünəndə evimizə bir doğmalıq gəlir. Bacanaqlardakı bəstə obrazı ilə illərlə onun səsini, baxışlarını, zarafatlarını evimizdə eşitdik. İndiyə qədər inanırsan, hətdə kəsəkdə nə qədər uşağı olmayan adam varsa, gedir şixəlinin şəklinin altından bax, bircə dəfə belədən belə keçin, uşaq olur. Elməddin Cəfərovla birgə 10 il boyunca bəsti minlərlə tamaşaçının öz anasını, qonşusunu, bibisini xatırladığı bir insana çevrildi. Onun gülüşü, qəzəbi, yumoru həyatın içindən gəldi, bizə toxundu. Mənim qabağımı kəsən sənsən. Əgər sən mənim qabağımı kəsməsəydin ha, geyinərdi sənin anan o dar, qara koşu şalvarını. Fatma Mahmudova təkcə televiziyanın yox, teatrında parlaq simalarındandır. 1968-ci ildən Ağdam Dövlət Dram Teatrında aktrisa işləyib. Bir çox obrazları oynayıb, yaddaşlarda iz qoyub. Daha sonra isə karyerasını Azərbaycan Dövlət Musiqili Komediya Teatrında davam etdirib. Yoxlayın. Yoxlamırsınız. Yoxlamayın. Bu günə qədər səni niyə yoxlamayıblar mən belə? Dağılan tifaqda Sona xanım, Fərhad və Şirində Məryəm, Solğun çiçəklərdə Sara, Qaçaq Nəbidə Həcər, Ər və Arvadda Arvad, Nurididə Ceyhunda Şirin Bəyim xanım, 5 manatlıq gəlində Səlbi, Bəxtiyarda Gülzar və sair tamaşalarda müxtəlif obrazlarla minlərlə insan sevgisi qazanıb. O putun çörəyini yapmaq məyər bir adamın işidir? Mən yazıq tək öləm ki, mədədçim olmasa bəyəm bacarıram. Fatma Mahmudova bizim gülüşümüzə, xatirələrimizə qarışan bir sima, bir səs, bir nəfəsdir. Sənət onun üçün yalnız bir yol deyil, həyat tərzidir. Fatma Mahmudovanın ailəsi də sənətin nəfəsi ilə yaşayırdı. Həyat yoldaşı Tofiq Qarayev də, qızı da bu sahədən kənarda qalmayıb. Ana və qız bir sıra layihələrdə birgə rol alıblar. Bu sənətdə davamlılığın, ailəvi sənət sevgisinin ən gözəl nümunəsidir. Qadanalım, təki sən gəl burada qal. Bu yaxınlarda həyat ona çətin bir sınaq verdi. Gülüşü ilə səhnələri işıqlandıran Fatma xanımın səsi xəstəxanadan gəldi. Amma o, bu sınaqdan üzü ağ çıxdı. Sənətinə, ailəsinə, tamaşaçısına görə. Həyat bəzən sənə ikinci şans verir. Fatma Mahmudova o şansı sevgi ilə, təmkinlə, iradə ilə qarşıladı. Fatma Mahmudova güclü bir qadın, istedadlı bir sənətkar, ailəsində və sənətdə iz qoyan bir ad. Onun gülüşü ekranlardan xoş aura ötürdü. Oynadığı obrazlar bizə özümüzü göstərdi. Bu sujet bir sənətkarın yox, bir ömrün, bir ailənin, bir xalqın sevgisinin hekayəsidir. Çünki o bizim Fatmamızdır, bizim sənətkarımızdır. Səsiniz daim zirvələrdən, televiziyalardan, səhnələrdən gəlsin. Əziz və dəyərli Fatma xanım.